Lahıc qəsəbəsində yerləşən Hacı Molla Hüseyn hamamının vəziyyəti ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Məsələ ilə bağlı açıqlama verən Dövlət Turizm Agentliyinin Qoruqları İdarə Etmə Mərkəzinin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Rufiq İsmailov bildirib ki, sözü gedən tikili dövlət mühafizəsinə götürülmüş yerli əhəmiyyətli memarlıq abidəsidir. Onun sözlərinə görə 2021-ci ildə tarixi arxiv sənədləri əsasında Hacı Molla Hüseyn hamamının abidə pasportu hazırlanıb. Abidə xüsusi mülkiyyətdədir və hazırda ilkin funksional təyinatı üzrə hamam kimi istifadə edilmir. Bildirilib ki, tikilidə konstruktiv problemlər mövcud deyil, lakin üzərində konservasiya və bərpa işlərinin aparılmasına ehtiyac var. Qeyd edilib ki, Lahıc Dövlət Tarix Mədəniyyət Qoruğu ərazisində yerləşən abidələrdə, eləcə də Qoruqları İdarə Etmə Mərkəzinin tabeliyində olan digər qoruqlarda mərhələli şəkildə bərpa və konservasiya işlərinin aparılması nəzərdə tutulur. Xatırladılıb ki, Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə əsasən tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur. Tarix və mədəniyyət abidələrinin qorunması haqqında qanunun 25-ci maddəsinə görə isə xüsusi mülkiyyətdə olan abidələrlə bağlı işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına həyata keçirilir.